Salam hörmətli izləyicilərim. Bugün sizə belə bir naxışın toxunmasını istəyirəm göstərim. Bu həm jiletə, həm də jaketə toxunmaq üçün çox gözəl, həm də asan toxunan bir naxışdır. Bunu mən jilet üçün toxumuşam bir tərəfini. Siz istəsəz jilet, jaket, uşaq üçün, böyük üçün nə istəsəz toxuya bilərsiniz. Sapım da 100 qramlıq, 350 metrəlik bir sapdır. Rezinka hissəsində mən bir tərs, bir düz toxumuşam. Buranın da formada. Kim necə istəyir, hələ də toxuya bilər. Bu ilməkləri mən burada 9 ilmək götürmüşəm. Bura düymə tikmək üçün. Qalan bu ilməkləri də hamısını 2-2'dir. İndi mən burada rezinka toxuyan deyiləm. Mən ancaq naxışı göstərəcəm. Siz hansı rezinkanı istəsəz, onu da toxuya bilərsiniz. Onun üçün belə bir sapımı götürmüşəm. 2-2 yığacam milimə ilməkləri. İki, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16 ilmek toxuyuram, bəsdir. 16 ilmek toxumaq üçün. Bu artıq sapı da buradan kəsirəm. İndi buradan mən əvvəl bu sıraları toxuyuram. Bir tərs, bir düz toxuyuram. Naxış əyilməsin deyə. O birisində də əvvəl toxuduğumda da rezinka hissəni mən bir tərs, bir düz başlamışam. Bura düz üzüdür. Rezinkanı nə qədər istəsəz, o qədər də toxuya bilərsiniz. Uzunluğun. İndi buradan tərs üzdən bütün ilməkləri tərs toxuyacağım hamısını. Düz üzdən ilməklər düz olsun deyə mən bu üzdən tərs toxuyuram. İndi düz üzdən 2 tərs, bu 2 düzü bir artırma eləyirəm. İkisindən bir ilmək çıxardıram. Yenə 2 tərs toxuyuram. Bir artırma eləyirəm. Bu 2 düzü ikisindən bir ilmək çıxardıram. Burada atma silmə olmur. Artırıram, sonra da 2 ilməni kəsirəm. Yenə 2 tərs. Bir artırma elədim. İkisindən bir ilmək çıxardım. Yenə 2 tərs. Birini artırdım. Kənardakı 2 ilməni ikisindən bir ilmək çıxardım. Bu da kənar ilmək saymamışam. Qoy buradan bir ilmək götürüm kənar üçün. Bir tərs elədim.
Ters yüzden bu kenarı götürdüm. 2 ters. Bu artırdığımla yanındaki ilmeği, kəsdiyim ilmeği, ikisini ters toxuyuram. O sözdən ters toxuduqlarımı bu yüzden düz toxuyuram. Bu yüzdə də yenə 2 ters, 2 düz olur. 2 düz, 2 ters. 2 düz, 2 ters. İndi bu yüzden, düz yüzden kenardaki ikisi tersi toxuyuram. Burada birinci artırma eləmişdim. İndi bu ikisini kəsirəm. İlməkləri ikisindən birini çıxardıb artırmanı sonra eləyirəm. 2 ters. Yenə bu 2 ilməni kəsdim. Sonra artırma elədim. 2 ters. Burada yenə 2 düz ilməni kəsdim. Bir artırma elədim. 2 ters toxuyuram. Yenə 2 düzü kəsirəm. Bir artırma eləyirəm. Sonra kənarı toxuyuram. İndi buradan yenə kənarı götürdüm. 2 ters. Yenə 2 ters, 2 düz olur. 2 düz. 2 ters, 2 düz. Formada. İndi yenə bir sırada toxuyuram, boyun naxış görünsün. İndi burada təzədən yenə bu 2 tərsi toxuyuram əvvəlki. Artırmanı yenə əvvəl eləyirəm. Sonra 2. İkisini kəsirəm. Yəni bir dəfə əvvəl kəsirəm, sonra toxuyuram. Bir dəfə də əvvəl artırıram, sonra toxuyuram. 2. Yenə artırmanı elədim. Əvvəldən, sonra bu 2 ilməni kəsdim. Yenə 2 tərsi toxudum, bir artırma elədim. 2 ilməni buradan kəsdim. Yenə artırdım. 2 ilməni kəsdim. Kənarı da toxudum. Arxa üzdən də yenə tərsi tərs, düzü də düz. 2 tərs, 2 düz. Belə bu formada naxış olur. Bu əvvəl toxuduğumdur. Biraz çox toxuyandan sonra naxış özünü göstərir. Formada. Sağ olun. Gələn videomda görüşənə qədər.